O gün yenə ora-bura getməyə səhər 6-da oyanıb qaçmaqla başladım. Səhər qaçışı bədəni oyadır, qan dövranını sürətləndirir və günə daha enerjili başlamağınıza kömək edir. Qaçarkən xoşbəxtlik hormonu olan endorfin daha çox ifraz olunur və bu da stresin azalmasına kömək edir. Qaça-qaça gəlib özümü çatdırıram avtovağzaldan 9-da çıxan Şəki Forduna. Çoxdandır vaxt ayırıb Hüseyn Ağayev ilə üzləşmə podkastında tanınmış nevroloq Qalib Əsədovun qonaq olduğu buraxılışa baxa bilmirdim. Yolda keçən vaxtı da Qalib Əsədovun çox faydalı məlumatları ilə dəyərləndirib gəlib çatıram Meminin Şəkidəki mağazasına. Burada da işlərimi təxminən 2-3 saat ərzində görüb, sonra üstündən bir dənə yağlı abet, sonra özümü yenə çatdırıram maşına ki, Qəbələyə qayıdım. Qaydan yol boyda Qalib Əsədovun söhbətgahda qonaq olduğu buraxılışa təkrar baxıram ki, yaddaşım təzələnsin. Podkast o qədər maraqlı alınıb ki, vaxtlardan gəlib keçir, xəbərim olmur, gəlib çatıram Memi Qəbələyə. Sonra da günün möhtəşəm finalı üçün dostlarla çox gözəl məclis təşkil olunur, yeriniz məlum çox qəşəng vaxt keçiririk. Sonra gecə olur, səhər açılır, yenə eyni qaydada səhər yürüyüşü, təmiz hava, dopaminli, endorfinli, gözəl bir başlanğıcla gedirəm işlərimin ardınca. Yolda da çox da qeyri-adi heç nə baş vermir, mənzərəli yollardan keçib gəlib çatıram 7 gözəl otelə. Çatan kimi də enerji təminatımı kapuçino ilə təmin eləyib başlayıram dəmədəzgahı quraşdırmağa. Videonun ancaq bu hissəsində profildə ayrıca video olaraq paylaşmışam, ona görə sürətli elədim, kimə maraqlı olsa girib baxar. Sonra da başlayıram otelin bütün ərazisini gəzməyə ki, yazın gəlişini hiss elətdirə biləcək bir video hazırlamaq üçün lazım olan kadrları çəkə bilim. Çay fasiləsində də çöldən içəri gəldiyimə görə gözüm qaralır, sonra təkrar çölə çıxıram. Geniş çay fasiləsindən sonra da bu kadrları axtarıb tapıram. Bu kadrları qışda çəkmişdim. Qışdan bəri oteldə əsaslı yenidən qurma təmir işləri gedirdi. Əslində təmir işləri əvvəldən bitmişdi, ancaq mən indi vaxt eləyib gələ bildim. Burada da əvvəldən tərtib olunub mənə verilmiş siyahı ilə başlayıram otaqları gəzməyə ki, əvvəlcə bir vizual baxış keçirim. Çünki daha da yaxşı nəticələr əldə edə bilməyim üçün otaqlarda yastıq, yorğan, işıq, pərdə və digər ümumi hər şeyə əl gəzdirməyim mütləqdir. Sonra da ilkin mərhələdə lazım ola biləcək avadanlıqları gətirib otaqda yerləşdirib gedirəm günorta yeməyinə. Allah verəndən bir loxma nuş eləyib təkrar qayıdıram mərtəbəyə və başlayıram işə. Burada da kameranın arxasında dayana bilməyim üçün kifayət qədər yer olmadığına görə kameranı uzaqdan telefonla idarə etməli oluram. Şəkilləri çəkdikcə də tək-tək baxış keçirirəm ki, hər şeyin qaydasında olduğundan əmin olum ki, sonra ikinci iş olmasın. Əgər özünüzün hər qəpiyinizin qədrini bilib başqasına çatanda qiymət öldürmək kimi pis xasiyyətiniz yoxdursa, şəkilləri çəkiləcək kirayə eviniz varsa mənə yaza bilərsiniz. Şəkillərini çəkdiyim bütün otaqların da videosunu çəkmirəm ki, bu da proses vaxtı əlavə vaxt alır və yığışdanıb düşüb otelin həyətində də yekun çayımızı içib üzü Qəbələyə yola düşürəm. Bu gün də nə hikmətdirsə mənə ancaq içində pişik olan maşınlar rast düşür və mənzərəli yollardan keçib gəlib çatıram Memiyə. Burada gəlib çatan kimi yoldan gəlib yorulmusan, samvar çayı istəyib bir dənə də çay burada süzürlər. Sonra da Çanta babanın gətirdiyi yeni çantaları çəkirəm. Sonra da günün geriyə qalan qismində təxminən 3-4 saat ərzində izlədiyiniz bu videonu editləyirəm və video da burada bitir. Əgər bura qədər izlədinizsə fikirlərinizi paylaşmağı unutmayın.